Salam değerli izleyiciler. Biz bugün internette son dönemlerde sosyal medyada Profesör Təvəkkül Səlimovun Bərdə haqqında Nizami Gəncəviyə əsaslandığı fikirlər barədə danışacağıq. Bugünkü müsahibimiz Bərdə rayon sakini və dəyərli ziyalı Natiq Qasımovdur. Natiq bəy, siz Təvəkkül Səlimovun fikirlərindən bağlı nə deyə bilərsiniz bugün? Mən çox təşkil edirəm Murad müəllim. Bu sözlər məni qəlbən ağırdan sözlərdir. Çünki Nizamiyə toxunmaq olmaz. Dünya ədəbiyyatı Nizamiyə söylənir. Azərbaycan, klassik Azərbaycan ədəbiyyatının bünövrəsi Nizami ilə mövcuddur. Nizami Gəncəvi Şeyx Nizamidir, dahi Nizamidir. Ona toxunmaq, mənfi cəhətdən ona toxunmaq qeyri-mümkündür. Təvəkkül müəllim özü ziyalıdır. O izahatın verir ki, Nizami deyir ki, Nizaminin deyişindən izah edir ki, Bərdə məməlilər, döşlər mərkəz olubdur. Ancaq heç də bu sözlərə, bu danışılanlara, danışılanlarla bağlı onu deyə bilərəm ki, bu yanlış fikirdir. Bərdə üst-üstə, mən onda da qeyd elədim, götürəndə üst-üstə 500 ildən artıq Azərbaycanın paytaxtı olub. Bərdə qəhrəmanlar şəhəri olubdur. Düzdür, Azərbaycanın hər bir bölgəsi bizim üçün əzizdir. Eləcə də bizim səcdəgahımız olan Qarabağ bölgəsi bizim üçün əzizdir. 10 minlərlə şəhid vermişik. 10 minlərlə qazımız var. O bölgə daha bizim üçün əzizdir. Qarabağ Fatihi Qarabağın mənfur düşmənlərdən azad elədi və dünyaya göstərdi ki, biz qəhrəman xalqıq. Azərbaycan xalqı yenilməz xalqdır. Ona görə də Azərbaycanın hər bir bölgəsi, hər bir qarışı bizim üçün əzizdir və biz Bərdəlilər üçün də, xüsusilə də Bərdə əzizdir. Bərdənin haqqında deyilən bu söz Nizami Gəncəvinin İskəndərnamə əsərində göstərir ki, Nizami deyir ki, Hərum adlanırdı bir vaxt bu yerlər, indi də adına Bərdə deyirlər. Təvəkkül müəllim göstərir ki, bunu mənfi cəhətdən izah eləməyə çalışır. Təvəkkül müəllim onu izah eləmir ki, Bərdənin timsalında ilk dəfə dünya tarixində, özü də tarixçi Təvəkkül müəllim, ilk dəfə Təvəkkül müəllim bilməlidir ki, və bilir, ilk dəfə Bərdənin timsalında, dünya ədəbiyyatında, dünya tarixində utopik sosializmin bünövrəsini qoyur. Hələ 17-ci, 16-cı əsrdə İngilisin, Fransızın, nə Saint-Simonu, nə Charles Fourier'si, nə Herbert Ünoni yox idi. Amma Nizami Gəncəvi 12-ci əsrdə yox, 4-cü əsrdə Nüşabə ilə İskəndəri Bərdə görüşdürdü və ona belə cavab verdilər ki, Bərdə, bizdə bərabərdir hamının varı, bərabər bölürük biz torpaqları. Bu utopik sosializmin bu cümlələrlə bünövrəsini qoydu. Bərabərlik yox. Feodal patriarxal dövründə qadının qul kimi alınıb satıldığı bir dövrdə Nizami getdi, qadında söz müstəqilliyi yox idi, azadlıq yox idi. Dünya tarixində ilk dəfə olaraq getdi, Nüşabəni Bərdə padişah qoydu və İskəndər dünyanın üçdə birini fəth eləmişdi. Onun qarşısına çıxartdı İskəndər kimi bir Fatihi və İskəndər Bərdiyə toxunmadı keçdi. Bunlar, mən çox təəssüf edirəm ki, Nizaminin haqqında mənfi danışmaq, Nizaminin haqqında mənfi çıxış eləmək, Nizami deyir, özdə Təvəkkül müəllim orada istinad deyir, mən demirəm, Nizami deyir bu sözü. Nizaminin yaxşı sözləri yoxdur. Nizami ilk dəfə dünya ədəbiyyatında əməkçi insan surəti yaratdı. Elə bir şair varmı ki, elə bir yaradıcı varmı ki, özündən 10 əsr sonra, özündən 8 əsr sonra olanları göstərsin, olan mövqeləri göstərsin. Əməkçi insan surəti yaratdı. Bir bəy balasının qabağına bir kəlpişkəsən kişini çıxartdı. Ged ayaq ol, nadanlıq havası var başında. Qocalara gülürsən, belə cavan yaşında. Qarşında boyun fikir əl açmayım deyəməm, əzəldən öyrənmişəm belə bir peşəyə mən. Nə xəzinə yığanam, nə də kirmə yiyənəm, öz halal zəhmətimi, çörəyini yiyənəm. O vaxtı insanın qul kimi alınıb satıldığı bir dövrdə Nizami bir belə bəylərə, xanlara baxmayaraq, varlara baxmayaraq əməkçi insan surətini qaldırdı zirviyə. Onun ağıllı sözləri ilə, onun alın təri ilə qaldırdı zirviyə. Nizaminin yenilikləri Azərbaycan ədəbiyyatında, dünya tarixində
görünməyəndir. Onun mövqeyi dünya tarixində birincidir. Dünya tarixinin, dünya ədəbiyyatında Nizaminin mövqeyi birincidir. Onun haqqında biz bədbaxtıq ona görə ki, həm də bir-birimizin təksib eləməyə qənimət bilirik. Axı Nizami təksib olunması, təriflənəsi, ona aydınlıq gətiriləsi bir şəxsiyyət olmayıb ki, Təvəkkül müəllim, sən onun adını elə mövqedə çəkirsən. Mən çox təəssüf edirəm. Hərum sözü daş çınqıl deməkdir, qaya parçası deməkdir, qaya deməkdir, qala deməkdir. Qədim Bərdəlilər demək, Tərtər 4000 yüksəklikdən Murov dağlarının başından gəlir. O daşları, qayaları, çınqılları yuya gəlir və Bərdəni neçə dəfə öz avuşuna alıbdır. Bizim ulu öndərimiz 80-cı illərdə, 80-ci illərdə Sərsəngeyin onun göstərişi ilə Sərsəngi bəndini yaratdı və Tərtər cülovlandı. Ona qədər istər Sovet dövründən, istər ondan qabaqki min illərlə Tərtər o dağların başından çınqılı daşı yuyub gətiribdir. Və əməkçi Bərdə xalqı, Bərdəlilər bundan istifadə edib qalalar tikibdir. Bərdə sözünün mənası bugün durmuşuq bu gül çiçəyin içində. Gül sağlanan yerdir və bunun bariz nümunəsidir. Bu gün də Bərdə gül çiçəyin içindədir. Məlumatınız olsun. Bu gün də Bərdə gülə çiçəyi yaşıllığa qərq olub. Cənab Prezidentin diqqət və qayğısı nəticəsində Bərdə bu gözəllikdədir. Nizami yazırdı, Bərdə necə qəşəng, necə gözəldir, yazı da, qışı da, güldür, çiçəkdir. Mən buna bir gətdim ki, ey ulu Şeyh babam, ruhun şad olsun. Yazdığın hər bir söz həqiqət oldu. Bərdənin hər yeri gül çiçək açıb, bütün şəhərlərə nümunə oldu. Bəli, bu günlərin biz Bərdəlilər fəxr edirik. Bərdəlilər Günöyrədən əməkçi xalq olub, əməyi sevən olubdur, qəhrəman xalq olubdur. Bərdiyə Səlcuqlar, Rumlar, Tatarlar, Monqollar, Ruslar dəfələrlə hücum edib. Amma Bərdə xalqı buna sinə gəlibdir. O qalalarla, həmən o dediyiniz, nə bilim, nələrlə yox. Nələrlə yox, kimlərlə yox. Bərdə xalqı Günöyrədən əməkçi xalq olub, qəhrəman xalq olub, zəhmətkeş xalq olub. Bu gün də elədir. Bu gün də Bərdiyə girən hamısı, bütün xarici dövlətlərin nümayəndəsi, bütün nə bilim korrespondentlər, Bərdədən keçənlər hamısı Bərdənin bugünkü görünüşünə həsrətlə baxırlar. Mən bu görünüşə görə Cənab Prezidentimizə minnətdaram. Biz də öz növbəmizdə sizə təşəkkür edirik aydınlıq gətirdiyiniz üçün.